Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 2-ci sinif Azərbaycan dili suallarını sürətli bir şəkildə izah edəcəm. Yəni cavabçalar üzərindən ki, uşaqlar tez yoxlasınlar. Amma hansısa sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsinə yazarsınız. İndi isə başlayaq. Yəqin ki, şagirdlər Dəcəl keçi mətnini diqqətlə oxuyublar. Deməli, birinci sualda keçi niyə qayanın arxasında gizlənmişdi? Burada yazmışdı ki, keçi soyuqdan qorunmaq üçün qayanın arxasında gizlənmişdi. Ona görə 1-də B. 2-də deyir, hansı fəsildə baş verib hadisə? Şəkildə baxırıq ki, soyuq qar var, yəni hava soyuqdur, qardır. Bir də ki, mətndə də var idi ki, soyuqdan qorunmaq üçün. Ona görə qış olacaq böyük ehtimal. 2-də C. 3-də hansı fikir doğrudur? Bir dənə baxaq. Çoban keçini axtarmaq üçün gedir. Bəli. Deyir, çoban narahat idi. Yəni, hər tərəfi axtarırdı. 4-də hansı söz mətnində qırmızı hərflərlə verilmiş sözlə eyni mənanı daşıyır? Dəcəl nadinc olar. 4-də C. Deməli, 3B oldu, 4C. 5-də hansı suala mətnində cavabı yoxdur? Deyir ki, çoban zınqırovu kimdən aldı? Düzdür, onun boynuna zınqırov taxmışdı, amma bu zınqırovu hardan almışdı? Onu biz bilmədik. Keçək o bir suala, yəni 5-də cavab A oldu. 6-da nümunədəki seçilmiş hərəkət bildirən sözlərdən hansı inkar bildirir? Hərəkət feil deməkdir. A variantı söndürülüb, söndürülməyib, inkarda işlənib. 6A. 7-də sarı və göy karandaşlardan istifadə edilib, şəkil çəkilib və deyir ki, burada, yəni sualda çəkilən şəkil nə ola bilər? Böyük ehtimal ki, sarı günəş olacaq, göydə dəniz. O zaman 7-də C-ni götürə bilərik. 8-də sübh sözünü hansı sözlə əvəz etmək mümkündür? Sübh sözünü. Sübh səhər daha uyğundur. 8-də B. 9-da məna ifadə etməsi üçün cümlələrin ardıcıllığı necə olmalıdır? Fatimə kitabları sevir, ona görə də atası ona çoxlu kitab alır və Fatimə həmin kitabları otağına qoyur. 1, 3, 2 A variantı. 10-cu sualda kiçik mətnə uyğun gələn atlar sözü hansıdır? Burada yazmışdı ki, anar yuva düzəldiyində gücü çatmırdı və dostu ona kömək gəlmişdi Şahin və onlar bir yerdə düzəltmişlər. Deməli, güc birlikdədir. 10-da C. 11-də doğru fikri seçin. Deyir ki, bir torpaqdan su içsə də çiçəklərin hər biri fərqli rəngdədir. Deməli, çiçəklər eyni yox, fərqli rəngdə olacaq. Biri qırmızı, biri mavi, biri ağ. 11-də B. 12-də külək əsirdi cümləsini harada sualına cavab verən sözlə genişləndirmək lazımdır. O zaman şəhərdə, harada, məkan. 12-də A. 13-də gözlə görünməyən varlıqlar səhv bəndi seçin deyir. Yəni, onda biz gözlə görüləni seçməliyik ki, cavab düz çıxsın da. Çünki gözlə görülməyən yazıb, amma yəni səhv fikri. Burada cavab olacaq C variantı, fırça yarpaq. Deməli, cümlədə 14-cü sualda yazıb ki, cümlədə qırmızı hərflərlə verilmiş hissə necə yazılmalıdır? Hazır ol, qatar gəlir. Burada danışıqdır. Danışıqda bilirik ki, yəni burada dırnaq içərisində verilmək daha doğrudur. 14-də B. 15-də nümunə hansı peşə sahibinə aid edilə bilər? Yazıb ki, bitkilərin, torpağın, loğmanı, həkimiyəm. Bitkilərlə torpaqla məşğul olan adam bağban olar. Ona görə 15-də də A. Belə dəyərli şagirdlər, sürətli bir şəkildə sualları izah etdik. Əgər video faydalı oldusa, kanala abunə olub, videonu bəyənməyi unutmayın. İnşallah növbəti sınaqlarında videosunu bu şəkildə paylaşacağım. Diqqətinizə görə təşəkkürlər. Sağ olun.